I do believe I'll be having the honor of taking Cuba. Trump administration is waging illegitimate wars across the world, killing countless of people. It is also strangling the Cuban people, deliberately, methodically, and openly. No es el apagón nada más, no hay agua, no hay luz, no hay gas, porque no hay agua porque no hay electricidad para empujar la turbina y los motores. Kubanın milli elektrik şəbəkəsi bazar ertəsi çöküb. Ölkənin şəbəkə operatoru bildirib ki, ABŞ-nin tətbiq elədiyi neft blokadası adanın artıq köhnəlmiş enerji istehsal sistemini iflic eləyib və təxminən 10 milyon insanı işıqsız qoyub. Trump'ın Kuba ilə bağlı səsləndirdiyi fikirlər isə yəqin ki, tarix dərsliklərində imperializmin ən açıq təzahürü kimi şərh ediləcək. Taking Cuba in some form, yeah. Taking Cuba. I mean, whether I free it, take it, I think I could do anything I want with it. You want to know the truth? They're a very weakened nation right now. ABŞ bu il uzun müddətdir embargo ilə təcrid elədiyi kommunist rejimə təzyiqi artırıb, çünki yanvarda Venezuela prezidenti Nicolas Maduronu, Kubanın ən vacib xarici himayədarını beynəlxalq təşkilatların da qınadığı bir hərbi müdaxilə ilə həbs eləyib. Trump Venezueladan Kubaya neft göndərişlərini dayandırıb və Kubaya neft satan istənilən ölkəyə tariflər tətbiq edəcəyi ilə bağlı hədələyib. Bu da Karib dənizi adasının artıq köhnəlmiş enerji şəbəkəsini boğub. Reuters yazır ki, yaşayış ağırlaşdıqca elə bu həftə sonu kommunist idarəçiliyi altında olan ölkədə nadir hallarda rast gəlinən zoraki etirazlar da qeydə alınıb. ABŞ administrasiyası inanır ki, Kubanı tamamilə təcrid eləsə, o özü-özünə dağılacaq. 14 martda Reuters yazırdı ki, elektrik kəsintilərinə görə etirazçılar Kommunist Partiyasının ofisinə hücum eləyiblər. Bir çox nöqtələrdə də etiraz aksiyaları barədə xəbərlər dolaşır. Reuters yazır ki, Kuba bu il neft idxalı daşıyan yalnız 2 kiçik gəmi qəbul edib. Əvvəllər Kubanın əsas neft təchizatçısı olan Venezuela bu il adaya heç bir yanacaq göndərməyib. Venezuelanın dövlət neft şirkəti keçən ay Kubaya yanacaq daşımaq üçün əvvəllər istifadə elədiyi tankerə benzin yükləyib, lakin gəmi Venezuela sularını tərk eləməyib. Kuba prezidenti Miguel Diaz-Canel və digər rəsmilər ABŞ ilə danışıqlara da isti yanaşırlar. Kuba, Kubalı Amerikalılar və xaricdə yaşayan digər sürgündəkiləri adada bizneslərə investisiya qoymağa və onların sahibi olmağa dəvət edib. Kuba həmçinin bazar ertəsi günü ABŞ şirkətləri və digər xarici investorlar üçün maneələri aradan qaldırdığını deyib. Hətta siyasi məhbus alverinin də başladığını demək olar. 13 martda Kuba Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, xoşməramlı ruh və Vatikanla yaxşı əlaqələrə görə 51 məhbusu azad eləyəcək. Hökumət 2010-cu ildən bəri 9905 məhbusu əhv elədiyini bildirib. Deyilir ki, son 3 ildə həbs cəzasına məhkum edilmiş daha 10.000 nəfər azadlığa buraxılıb. 2025-ci ilin yanvar ayında Kuba hökumətinin Vatikanla danışıqlardan sonra 500-dən çox məhbusu tədricən azad eləmək qərarının bir hissəsi olaraq tanınmış dissident José Daniel Ferreri azadlığa buraxılmışdı. 21 mart beynəlxalq Kuba ilə həmrəylik günüdür. Bugün Nuestra Amerika konvoyu hava, quru və dəniz yolu ilə humanitar yardım daşıyaraq Havanaya çatmalıdır. Nuestra Amerika konvoyu Kuba xalqına vacib humanitar yardım göstərməyə həsr olunmuş beynəlxalq fərdlər və təşkilatlar koalisiyasıdır. Onlar ABŞ təcridinə qarşı Kuba xalqına təcili yardım göstərməyi hədəfləyirlər. Cuba did not stay silent when the world needed it. For over 60 years, Cuba sent its doctors to all corners of the earth. Cuban medical workers fought Ebola in West Africa. They responded to disasters in Haiti. They trained generations of doctors from all over the world. ABŞ-nin Kubaya tətbiq elədiyi iqtisadi embargo təxminən 64 ildir davam eləyir və bu, müasir tarixin ən uzun müddətli ticarət sanksiyası sayılır. Kuba hökumətinin rəsmi hesablamalarına görə embargonun ölkə iqtisadiyyatına vurduğu birbaşa zərər təxminən 159 milyard dollardır.
BMT Baş Assambleyası təxminən 33 ildir embargonun qaldırılmasını tələb eləyən qətnamə qəbul eləyir. 2024-cü ildə embargonun ləğv edilməsi leyhinə səs verən ölkələrin sayı 187 olmuşdu. Yalnız ABŞ və İsrail onun əleyhinə səs vermişdi. According to LSEG ship tracking data, Havana has received only 2 small vessels